Bugün 1-ci və 4-cü qrupların qəbul imtahanı idi və 10 nəfərdə telefon aşkarlandığı üçün həmin abituriyentlər imtahandan uzaqlaşdırılıblar. Eyni zamanda bir müəllimdə də qol saatı aşkar olunduğu üçün həmin müəllim də zaldan çıxarılıb. Baxın, bilirəm ki, çox stresli bir dönəmdəsiz və bu dönəmdə insan hər şeydən mədət umur. Yəni sizə durub deməyəcəm ki, dərsinizi yaxşı oxumalıydınız ki, bugün telefondan imtahana girməyəsiniz. Yox, çünki bəzən həyatımızda elə şeylər olur ki, biz imtahan vaxtı hazırlaşa bilmirik. Yəni hazırlaşmalıyıq, oxumalıyıq, amma olmayıb da, yəni əlimizdən gəlməyib, yəni necəsə oxumamışıq. Amma bu imtahana, qəbul imtahanına xüsusilə də telefonla girməyin adı yoxdur. Bir ilinizi bu cür risk atmağın xeyri yoxdur. Elə də kəsiləcəksiniz, belə də kəsiləcəksiniz də. Yəni əgər oxumamısınızsa, yenə də kəsiləcəksiniz. Amma ən azından bir neçə sualı yaza bilərsiniz. Üzərinizdən telefon tapıldığı halda bütün hədər oldu sizin əziyyətiniz. Yəni ən azından bir 100-200 bal yağacaqdırsa, artıq o da yoxdur. Ona görə də bu kimi imtahanlarda risk eləməyin. Bəlkə indiyə qədər imtahana telefonla daxil olub, imtahandan keçən şagirdlər, abituriyentlər olub. Amma bu hamının bacaracağı iş deyil və yaxud da o bacarıbsa siz də bacaracaqsınız deyə bir şey deyil. Bəlkə universitetə daxil olanda semestr imtahanlarında da telefonla keçə bilərsiniz. İndiyə qədər görmüşük, keçən uşaqlar da olub. Amma qəbul imtahanı çox ciddi imtahandır. Nəzarət çox güclü olur. Ona görə də bundan sonra kim gedəcəksə qəbul imtahanlarına çalışın, özünüzü riskə atmayın. Nə bilirsinizsə yazın, çıxın.